Salam, hər vaxtınız xeyir olsun, değerli YouTube izləyicilərimiz. Bugün sizə elə bir evin təqdimatına gəlmişəm ki, videoya baxanda düşünərsiniz ki, bura Azərbaycanımızın hansısa gözəl güşələrindən biri, hansısa rayonundan biridir. Xeyr, bura məhz Bakıdır. Baxın evin məhəlləsinə. Bağlı, bağçalı, ev özdə bağlı, bağçalıdır. Hər tərəfi yaşayış olan yer ən hündür və quru məhəllədə yerləşir. Qiyməti də 85-90 min evi sizə təklif edirəm cəmi 77 min manata. Çox təcili satılır, dəyərindən qat-qat aşağı qiymətə deyilir. Qiyməti də videonun əvvəlində dedim. Ünvanımız Zabrat qəsəbəsidir. Zabratda 118 nömrəli marşrut yolunun demək olar ki, tam üzərində yerləşir. 2 sot yarım torpaq sahəsindədir. Yerdən 8-9 daş kürsüdə tikilib. 3 otaqdan ibarətdir. Evin daxilində hamamla sanitar qovşağı ayrı-ayrılıqdadır. Həyətdə də sanitar qovşağı var. Ev də tam hazır giryaş evdir. Evin daxilinə keçməzdən əvvəl həyət yanı bütün məlumatları verim sizə. Gördüyünüz kimi həyətində bar verən meyvə ağacları, gülü çiçəyi, hər bir şəraiti var. Evin heç bir zabora bitişiyi yoxdur. Sağından da, solundan da, arxa tərəfindən də zaborundan geniş məsafəsi saxlanılaraq tikilib. Həyətimizə də bir neçə maşın rahat şəkildə daxil ola bilər. Həyətdə əldən mi var? Sadəcə ağacın arxasında da görsənmir. Orada da həyət üçün nəzərdə tutulan sanitar qovşağı var. İndi isə keçək evin daxilinə. Evin ümumi sahəsi 110 kvadratdan çox olar. Ev sahibi burada yoxdur deyə məlumatı dəqiq ala bilmədim. Dəhliz sistemlidir. Dəhlizdən otaqlara bölünür. Tam hazır giryaşadır. Mətbəx mebeli var. Hamamla sanitar qovşağın hər ikisinin aksesuarları var. Pəncərəsinin reşotkasına qədər var. Kombisi var, lüstrləri var. İnanın ki 77 minə ev axtaran müştərilərin bilir ki, hazırda ancaq boş evlər tapmaq olur. Belə içi dolu evlər tapmaq olmur. Evin sənədi də bələdiyyə sənədidir. Ünvanı bir daha qeyd edirəm. Zabrat qəsəbəsi 118 nömrəli marşrut yolunun üstündə 2 sot yarımın içində 3 otaqlı evdir. Dairəvi qoşadaş, betonlu, kəmərli. Pəncərədən də qalınlığını görürsünüz. Uzun müddətli ki evdə yaşayış da yoxdur. Bura evin hamam otağıdır. Bura sanitar qovşağıdır. Bura isə mətbəxdir. Mebelin altında da kafeli var. Mebel arası kafelinə qədər hamısı artıq yığılıb. Dəhlizinin genişliyindən də danışmağa ehtiyac yoxdur. Videoda özünüz görürsünüz. Bu da sondakı qonaq otağımız. Çox təcili əlim yandıda və dəyərindən aşağı qiymətə deyilir. 77 min manat. İzlədiyiniz üçün təşəkkür edirəm. Əlavə nə sualınız olsa zəng eləyin, məlumat alın. Kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın.